Yeni bir videodan hər birinizi salamlayıram. Kanalımıza xoş gəlmisiniz. Bu videoda heç bir yerdə olmayan, yalnız bizim videodan əldə edəcəyiniz bir lüğət proqramı, lüğət paketləri təqdim edəcəm. Quraşdırma qaydasını izah edəcəm. Ona görə videonun sonuna qədər izləyin ki, siz də bundan faydalanasınız. Əlavə olaraq kanalımıza abunə olun və bildirişləri də açın ki, növbəti faydalı videolardan da anında xəbərdar olasınız. Lüğətin qurulması üçün ilk öncə biz proqramı Play Marketdən indirəcəyik. Ondan sonra isə paketləri həmin proqramın sistem qovluqlarına əlavə edəcəyik. Android 10-11 versiyalardan sonra artıq sistem qovluqlarını, yəni Android qovluğuna nəsə kopyalamaq və yaxud oradan hər hansı dəyişiklik eləməyə icazə vermir telefon və buna görə biz kompüterdən istifadə edəcəyik. Proqramı yükləyirəm. Proqramın adı Flora Dictionary-dir. Üstün cəhətini sizə deyirəm, yəni istifadə etmək üçün 3 səbəbi sizə deyirəm. Birincisi ödənişsizdir. İkincisi internetsiz işləyir, yəni offline qaydada işləyir, heç bir internet əlaqəsinə ehtiyac yoxdur. Üçüncüsü isə axtardığınız sözün sizə tələffüzünü də səsləndirir, həm də tələffüzünü də verir və bu səbəblər kifayət edir ki, bu lüğətdən istifadə edəsiniz. Axtarış bölməsi gəldi, lüğətlər yoxdur, 0 yazılıb. Videonun açıqlama hissəsində 2 link yerləşdirəcəm. Birinci link bu proqramın Play Store-dan olan linkidir. İkinci linkdə isə sizə lüğət paketlərini təqdim edəcəm. Oradan yükləyib bura əlavə edəcəksiniz. Qaydasını da izah edirəm. Bunun üçün aşağıda gördüyünüz sağdakı 3 bucaq olan işarəyə daxil oluruq. Buradan Manage Dictionaries bölməsini seçirik. Import deyirik. Gördüyünüz kimi bu Android qovluğunun içərisində olan Flora'nın sistem qovluğudur. Burada boşda hal-hazırda biz bura lüğətləri əlavə etdikdə burada görünəcək və buradan import eləyəcəyik. Telefonla ora kopyalaya bilmirik. Ona görə telefonu kompüterə qoşuram hal-hazırda və oradan sizə qaydanı izah edəcəm. Telefonu kompüterə birləşdirdik. Bu mənim telefonumun yaddaşıdır. Buradan Android qovluğuna daxil oluruq. Data qovluğuna daxil oluruq. Burada Flora yazırıq və gördüyünüz bu qovluğu açırıq. Files qovluğunu açırıq. Bundan sonra bu sizə verəcəyim linkdə olan paketlərdir. 10 ədəd lüğət paketi var. RAW formatındadır. Bunu açırıq. Buradan bu qovluğu çıxarırıq. Bundan sonra gördüyünüz bütün bu lüğət paketləri kopyalayırıq və bu Files qovluğuna əlavə edirik. Paketlər qovluğa köçüb bitdikdən sonra artıq telefonu kompüterdən ayıra bilərik. Yenidən Flora'ya daxil oluruq. Sağ aşağıda olan 3 bucağa toxunuruq. Buradan Manage Dictionary seçirik. Import seçirik və biraz əvvəl Files qovluğuna köçürdüyümüz bütün lüğət paketlərini burada görürük. Bunları bir-bir proqrama inteqrasiya eləməliyik. Birincini seçirəm. Uğurla quraşdırıldı. Bundan sonra artıq yuxarı hissədən daxil olacağıq. Yuxarıdakı 3 nöqtəyə toxunuruq. Yenidən import seçirik. İkincini və bu qaydada hər bir lüğəti bura inteqrasiya edirik. Bütün lüğətlər proqrama inteqrasiya olundu. Yuxarıda da yazılıb 465 mindən çox söz və söz birləşmələri bu lüğətin tərkibində var. Lüğət paketlərin isə adlarını burada görürsünüz. Təkrar çəkməyə ehtiyac yoxdur. Yoxlamaq üçün bir söz yazaraq
və nəticələri burada görürsüz. Bütün lüğət paketlərində olan nəticələr burada çıxır. Bu gördüyünüz səs işarəsinə toxunduqda isə hal-hazırda mikrofon qoşulduğu üçün telefona səs çıxmadı, ancaq toxunduqda sözün tələffüzünü siz eşidə bilirsiniz. Azərbaycan dilində bir söz yazaq, tərcümə eləyək. Bu da Azərbaycan dilindən tərcümə olunmuş nəticələrdir. Rus dilində yaza bilərsiniz, Türk dilində yaza bilərsiniz və bu qaydada istifadə edə bilərsiniz. Bunun üçün heç bir internet əlaqəsi əvvəldə qeyd etdiyim kimi ehtiyac yoxdur. Qovluqlara yüklədiyimiz lüğətlər oradan silinə də bilər, ancaq qalsın sonra istifadə etmək üçün göstərdiyim qovluqdan lüğət paketlərini götürüb digər telefonlara da quraşdıra bilərsiniz. Bu günlük bu qədər. Əgər video sizin üçün faydalı oldusa, videomuzu bəyənməyi unutmayın. Hər hansı bir sualınız və yaxud çətinliyiniz yaranarsa, şərh bölməsində bildirin. Əlimdən gələn qədər izah verməyə, kömək etməyə çalışacağam. Və sonda kanalımızı abunə olub bildirimləri açmağı da unutmayın.